Qadınlarla ilgili suallardan biri də budur ki, qadının sabr etməsi niyə daha çox gözlənir? Əslində, bilmirəm sualda qəsd olunan nədir, amma ailə həyatında tələb olunur, deyilirsə, qəsd olunursa ki, ailədə ər-arvad arasında niyə qadından çox səbir tələb olunur? Bu doğru deyil. Ailə işlərində hər ərdən də, arvaddan da səbirli olmaq tələb olunur. Və hansındansa, nədəsə çox səbir tələb eləmək doğru deyil mütləq şəkildə. Amma sorumluluqlarda səbir yöntəmləri dəyişə bilər. Misal üçün, məsələn, qadının alt yapısı bəzi şeylərdə daha səbirli olduğunu ifadə edir. Məsələn, uşaq tərbiyəsində. Məsələn, qadın hamilə qalır, uşaq doğur, onu əmizdirir, altını təmizdirir, yedizdirir. Məsələn, kişidə bunların altını təmizləməkdə, yemək yedizdirməkdə, saxlamaqda qadın qədər səbri yoxdur, hövsələsi yoxdur. Çünki kişinin yapısı, yaradılışı, xilqəti buna tərsdir. Məsələn, Allah Teala bu nahiyədə qadına dözüm verib. Bu tələbdə, bu tərəflərdə qadından daha çox səbir tələb olunması normaldır. Düzdürmü? O biri tərəfdən də məsələn kişinin alt yapısına baxsaq, məsələn evdən çıxır, gedir, işləyir, ağır işlərdə işləyir, hətta ola bilsin qazıntılarda, tikintilərdə, ağır işlərdə. Məsələn, bu şeylərdə səbirli olmaq, ruzi qazanmaqda və ağır işlərdə adətən daha səbirli olmaq kimdən gözlənilir? Kişidən gözlənilir. Çünki bu nahiyələrdə də onun alt yapısı bu cür səbirlərə uyğundur. Əgər qəsd olunan budursa, bu şəkildə paylaşılmalıdır. Yoxsa, ər-arvad zəminində mən sənə hər şey deyim, arvadı kişi gəlir ki, mən sənə hər şey deyim, ağzımdan gələni deyim, mən rahat deyim, amma sən səbr elə, mən heç nə deməm. Belə bir şey yoxdur. Belə bir şey yoxdur, qardaş. Hər kəs insan da qarşısındakini hörmət eləməlidir. Vəssalam. Olar ki, birdən anlaşılmaz olar, anlaşılmamazlıq olar. O zaman da biri qəzəblənəndə biri səbr eləməlidir, biri qəzəblənəndə biri səbr eləməlidir. Necə Əbu Dərdə radiyallahu anhu nə deyir evlənəndə zövcəsinə? Deyir, onlar da bir gün mən qəzəblənərəm, səndən istədiyim şey sakin ol. Mənim sözümü qaytarma. Onlar da bir gün sən hirslənərsən, mən də səni səbr elədiyimi görərsən. Bu metod ailə həyatının gözəl şəkildə davam etməsinə vəsilələrindəndir. Bəli.